Gecənin qaranlığında bir güllə səsi eşidilir. Ovod torpağa yıxılır, qanı soyuq torpağı isladır. Onu aldadırlar, onu amansızcasına incidirlər. Ən çox sevdiyi insan onu illərlə yalanla böyütdü. İnancını əlindən aldılar. Allaha olan etiqadını qəddarlıqla qırdılar və sonda onu öldürdülər. Amma əsl sual budur. Onu öldürən o güllə idi, yoxsa qəlbində illərlə daşıdığı ağır xəyanət? Bu ölümə gedən yolu açan kim idi? Atası, Allahı, sevgi, yoxsa özü? Bəs onu öldürən kimlər idi və bu ölümə gedən yolun səbəbi nə idi? Bu, bir insanın ruhunda gedən ən qəddar müharibənin, inancın məhv oluşunun və nifrətin doğuluşunun hekayəsidir. Hazırsınızsa, gəlin bu qaranlıq və ağrılı səyahətə birlikdə çıxaq. Hər şey 1830-cu illərin Pizasında seminarın soyuq divarları arasında başlayır. Gənc Arthur Berton həssas, gözəl və dindar bir oğlan anasının ölümündən sonra dərin boşluq içindədir. Onun bütün dünyası Padre Montanelli'dir. Bu zərif, ağıllı və ürəyi isti ruhani insan Artura ata kimi baxır, onu qucaqlayır, ona oğlum deyir. Artur isə bu sözləri canı ilə qəbul edir. O Montanelli'də həm Allaha, həm də insana olan inancı görür. Lakin bir müddət keçəndən sonra həyatına ikinci bir alov düşür. Gemma, uşaqlıqdan dostu olan bu qız canlı, cəsur və idealist insan Arturu gənc İtaliya hərəkatına aparır. Gizli görüşlər, Avstriya zülmünə qarşı pıçıltılar. Artur hiss edir ki, xalqı azad etmək bu İsa yoludur. Haqq uğrunda mübarizə müqəddəsdir. Amma bir gecə etiraf otağında hər şey alt-üst olur. Artur hərəkatın sirrini istər səhvən, istər təsadüfən açıb verir. Nəticə qəddar olur, yoldaşları həbs olunur. Artur özü də zindana atılır. Soyuq divarlar arasında ilk dəfə şübhə ilan kimi qəlbini sancır. Allah hər şeyi bilir və qoruyurmu? Yoxsa bu sadəcə bizim özümüzə uydurduğumuz bir nağıldır? Həbsxanadan çıxanda isə ən ağır zərbə gəlir. Ögey qardaşı acı gülüşlə üzünə vurur. Montanelli sənin əsl atandı. Ana ilə Montanelli arasında gizli, günahkar sevgi. Arturun dünyası qara duman içində parçalanır. O dəniz kənarına qaçır. Dalğalar ayaqlarını yalayır. Mən kimin oğluyam? Yalanla doğulmuşam, yoxsa günahla? Bu suallar beynində gurulduyur. O intihar etmək istəyir, lakin ölüm gəlmir, ölə bilmir. Əvəzində o saxta ölüm səhnəsi qurur və İtaliyadan qaçır. 13 il Cənubi Amerikanın cəhənnəm kimi meşələri, limanların dibindəki çirkab, aclıq, xəstəlik, döyülmələr. Artur yox olur. Onun yerinə Felice Rivares doğulur. Ovod. Üzü atəş və bıçaq izləri ilə eybəcər, ayağı topal, ruhu isə qara qəzəblə dolu. O artıq həmin saf gənc deyil, o sancan, zəhlətökən, heç vaxt susmayan qəzəbli bir adamdır. Florensiyaya qaydanda Ovod kəskin, zəhərli broşürlərlə kilsəni və hakimiyyəti sancır. Ovod imzası xalq arasında əfsanəyə çevrilir. O Gemma ilə yenidən qarşılaşır. Gemma artıq yetkin, dul, inqilab yolunda sərtləşmiş bir qadındır. Ovodun arxasında Artur olduğunu bilmir. Onların arasında qəribə, elektrik kimi gərgin bir münasibət yaranır. Ovod ironiya ilə sancır, keçmiş sevgini cəzalandırır. Amma gecələr tək qalanda köhnə yaralar qanıyır. Niyə səni hələ də sevirəm, amma nifrət də edirəm? Niyə bu qədər ağırdır? Ən ağır mübarizə isə Montanelli ilədir. Montanelli indi kardinaldır. O, oğlunu itirdiyini düşünərək dərin kədər içindədir. Bir gün onlar üzləşirlər. Ovodun gözləri, o tanış baxış. Montanelli titriyir. Ovod isə soyuq, amansız səslə deyir. Siz mənə Allahdan danışırdınız, məni qucaqlayır, oğlum deyirdiniz, amma məni yalanla böyütdünüz. Sevgidən danışırdınız, amma məni tərk etdiniz. İndi isə mən sizin Allaha xidmət etdiyiniz kimi xalqa xidmət edirəm. Amma qanla, qurbanla və sancı ilə. Montanelli cavab verir, səsi titriyir. Mən səni sevirdim, hələ də sevirəm. Ovod kədərlə gülür. Sevginiz məni bu hala saldı, ata. İndi isə mən sizin sevginizi qəbul etmirəm. Mən sizin Allahınızın qurbanıyam. Hekayə zirvəyə qalxır. Ovod həbs olunur. Ölüm hökmü oxunur. Həbsxananın qaranlıq kamerasında son görüş baş tutur. Montanelli oğlunu xilas etmək üçün hər şeyi, vəzifəsini, inancını, hətta ruhunu verməyə hazırdır. Diz çökür, yalvarır. Gəl qaç, mən səni qurtararam. Sən mənim oğlumsan.
Ovodun səsi buz kimi soyuqdur. Xeyr, əgər məni xilas etsəniz, mən öz prinsiplərimi satmış olaram. Siz isə öz Allahınıza xəyanət etmiş olarsınız. Siz bir vaxtlar məni yalanla böyütdünüz. İndi isə mən sizi seçiminizlə qarşı-qarşıya qoyuram. Ya oğlunuzu, ya da Allahınızı seçin. Mən artıq sizin oğlunuz deyiləm. Mən Ovodam. Montanelli qarşısında dayanır. 2 yol, 2 qurban. O seçir və bu seçim onu daxilən öldürür. Sonralar kardinal dəli kimi ölür. Oğlu uğrunda qurban verdiyi kimi o da oğlunu qurban verdi. Ovod güllələnməyə aparılır. Son anlarında o Cemma'ya məktub yazır. Mən ölsəm də fikirlərim insanları sancmağa davam edəcək. Yalana, zülmə, saxta Allaha qarşı. Əgər mənə bir dəfə də Artur desəydin, bəlkə də hər şey fərqli olardı. Amma indi gecdir. Mən azadlıq uğrunda ölürəm. Həm də öz azadlığım uğrunda. Güllə səsləri səhər sükutunu yarır. Ovod yerə yıxılır. Lakin onun ruhu qalır. Sancan, narahat edən, heç vaxt susmayan. Ovodun bədəni torpağa düşdü. Lakin onun ruhu susmadı. Hekayənin sonu ilə birlikdə əsl suallar yenidən doğulur. Ölümündən sonra nə qalır? İnsan öz idealı uğrunda hər şeyi, sevgini, atanı, hətta canını qurban verdikdə qələbə qazanır, yoxsa məğlub olur? Bu sadəcə siyasi romandan çox insanın daxili aləminin ən dərin psixoloji və fəlsəfi sınağıdır. Ovodun transformasiyası, Arturun məhv olması və yeni bir varlığın doğulması klassik yenidən doğuş arxiteptidir. Psixoloji baxımdan bu travmatik itki ilə üzləşmənin nəticəsidir. İlk zərbə etiraf otağındakı xəyanət hissi və yoldaşlarının həbsi onun saf inancını sarsıdır. İkinci daha ağır zərbə Montanellinin əsl ata olması və illərlə davam edən yalan onun identini tamamilə dağıdır. Mən kimin oğluyam? Sualı yalnız ata və oğul münasibətini deyil, insanın öz mənşəyinə, Allaha və mənaya olan etibarını məhv edir. Cənubi Amerikada 13 il əzab, acılıq, işgəncə, eybəcər hala düşmə sadəcə fiziki deyil, psixoloji ölümdür. Artur burada qaranlıq gecəsini yaşayır. Psixologiyada bu egonun parçalanması kimi qəbul edilir. Köhnə mən məhv olur ki, yeni daha sərt bir mən doğulsun. Ovodun sarkazmı, ironiyası və amansızlığı bunlar müdafiə mexanizmləridir. O artıq heç kəsə inanmır. Çünki ən yaxın insana belə inanmaq onu dağıdıb. Sevgi nifrətə, inanc ateizmə çevrilir. Bu klassik reaktiv formalaşmadır. Zəiflikdən doğan güc, ağrının içindən çıxan qəzəb. Fəlsəfi cəhətdən Ovod Sokratik atılımçı rolunu oynayır. Sokrat kimi o da cəmiyyəti, hakimiyyəti, xüsusilə də dini sancır, rahat yuxunu pozur. Lakin Sokratdan fərqli olaraq onun üsyanı şəxsi intiqamla qarışıqdır. O yalnız sistemə qarşı deyil, öz içindəki ata fiquruna, Montanelliyə və onun simvollaşdırdığı Allaha qarşı üsyan edir. Bu Nietzschevari Tanrının ölümüdür, amma daha şəxsi və ağrılı formada. Ovod deyir, sizin Allahınız məni qurban etdi, indi isə mən də sizi öz idealınıza qurban verirəm. Burada fəlsəfə və psixologiya birləşir. İnsan öz ata fiqurunu məhv etməklə həm azad olur, həm də sonsuz boşluq yaradır. Son görüş səhnəsi Montanelli ilə dialoq əsərin ən güclü psixoloji zirvəsidir. Montanelli oğlunu xilas etmək üçün diz çökür, inancını tərk etməyə hazırdır. Ovod isə imtina edir. Bu an hər ikisi üçün qurban paradoksu yaradır. Montanelli Allahı seçərək oğlunu qurban verir və bu seçim onu daxilən öldürür. Sonradan dəli kimi ölür. Ovod isə idealını seçərək həm atanı, həm də öz xoşbəxtliyini qurban verir. Psixoloji baxımdan bu, superego ilə id arasındakı amansız müharibədir. Vicdan və ideal, instinkt və sevgi ilə toqquşur. Ovodun ölümü xristian mifologiyası ilə ironik paralellik yaradır. O, İsa kimi qurban olur, lakin bu qurban günahların bağışlanması üçün deyil, yalanın ifşası üçündür. Son anlarında o, güllələnmə əmrini özü verir. Bu, tam azadlığın kulminasiyasıdır. Psixoloqlar bunu öz taleyinə sahib çıxma kimi şərh edə bilər. Travmadan sonra insan ən böyük qorxusu olan ölümü belə nəzarətə alır. Amma bu qələbə bahalıdır. O Cemma'ya yazdığı məktubda etiraf edir ki, sevgi hələ də içində yanır. Deməli, tam yenidən doğuluş baş verməyib. Köhnə Arturun qalıqları hələ də onu sancır. Montanellinin sonu isə daha tragikdir. O, Corpus Christi mərasimində Allahın qurbanını lənətləyir
və qəlbi partlayır. Bu fəlsəfə olaraq dini vicdanın çöküşüdür. İnsan öz inancını saxlamaq üçün ən böyük sevgisini qurban verdikdə artıq o inanc boş qabığa çevrilir. Psixoloji travma nəsillər boyu davam edir. Ata oğlunu, oğul atanı məhv edir. Bu Freydin Ödip kompleksinin əksidir. Oğul atanı öldürmür, ata oğlunu qurban verir. Lakin nəticə eynidir. Hər ikisi məhv olur. Ovodun hekayəsi bizə öyrədir ki, radikal transformasiya həmişə qurtuluş gətirmir. O, insanı güclü edir, amma eyni zamanda daxili boşluq yaradır. İnqilab, azadlıq, ideal, bunlar uğrunda mübarizə gözəldir. Lakin şəxsi münasibətləri, sevgini və hətta öz mənini məhv edə bilər. Ovodun həyatı sual qoyur. Əgər insan bütün körpüləri yandıraraq azad olursa, bu azadlıq nəyə xidmət edir? Boş bir qəlbin içindəki qələbə həqiqətən qələbədirmi? Bu dərs çox sadədir və eyni zamanda dəhşətlidir. İnsan ruhu son dərəcə davamlıdır, amma sonsuz dərəcədə kövrəkdir. Travma bizi yenidən doğa bilər, lakin doğulan yeni varlıq həmişə daha az sevilən, daha çox sancan olur. Ovod kimi sancmaq asandır, amma sancdıqdan sonra qalan boşluğu necə doldurmaq? Əsl sual budur. Hekayə bitəndən sonra Ovodun səsi susmur. O hələ də hər birimizin içində yaşayır. O an biz öz yalanlarımızla üzləşəndə, öz Montanellimizə niyə sualını verəndə, o zaman hər birimiz seçməliyik. Qurban vermək, yoxsa qurban olmaq. Və bu seçim ölümündən sonra belə ruhumuzu sancmağa davam edir. Sona qədər izləyib vaxt ayırdığınız üçün təşəkkürlər.